Bəzən görürük cəmiyyətdə elə insanlar var ki, bildiyi bir şey yoxdur, hansı sahədə olur olsun, fərqi yoxdur. Amma o qədər özlərinin yüksək səsinə, yerində oldu, olmadı çatdırmağa çalışırlar ki, bəzən də kütlənin bir hissəsi onları qəbul eləyirlər. İçində adamın başında heç nə yoxdur. Amma elə özün ifadə eləyir ki, düzdür, təbii ki, o daha ağıllı insanlar onu görüb, sezib, başa düşə bilirlər əslində nə etsə, kim kimdirsə. Amma kütlə hamısı elə deyil axı. Bəzi insanlar deyirlər ki, amma sən bacarıqlısan, hər cür qabiliyyətə sahibsən, bu işi bilirsən, amma özünü lazımi şəkildən də aşağı səviyyədə göstərməyə çalışırsan, nəticədə nə olur? Hələ də səni qəbul edirlər. Onda ortam qalır o cür insanlara. Görürük də həyatda. Ya bunu görməyən yoxdur. Hər yerdə görürük. Televizorda da görürük, həyatda da görürük, sosial şəbəkələrdə də görürük. Adamda heç nə yoxdur, amma elə özünü tanıtır, elə təqdim edir ki, hamı görən deyir ki, görürsən bunda nələr var. İndi təsəvvür et, sən satçısan, səndən bu maksimum şəkildə tələb olunur. Çünki birinci özünü satmalısan, birinci özünü təqdim etməlisən. Bu sakit bir formada, yəni lazımsız bir şəkildə nə etməlisən? Görünməməyə çalışmalısan. Lazımlı, önəmli bir insan kimi biz orada nə etməliyik? Diqqətdə qalmalıyıq.